Salam əziz izləyicilər. Bərdə rayon prokurorluğunda biabırçılıq, dövlət binasında xanımlara qarşı əxlaqsızlıq təklif edilir. Həqiqətən də bu rüsvayçılıqdır. Bilirsiniz niyə? Çünki insanlar məmurlara dərdini deyə bilmirlər. Məmurlar insanları nə gözündə görür ya anlamaq mümkün deyil. Azərbaycanı artıq fahişəxanaya çeviriblər. İraq yaxşılarından. Bilirsiniz niyə? Bir insan icra hakimiyyətində icra hakimiyyətinin rəisinin qəbuluna düşə bilmir. Niyə? Səbəb nədir? Bələdiyyənin belə qəbuluna düşmək müşkül məsələyə çevrilib. Bir də zəhmət olmasa bu videoya baxın. Bərdə rayon prokurorluğunda prokuror müavinin vəzifəsində fəaliyyət göstərən Ruslan Əhədovla bağlı kanalımıza o qədər şikayətlər daxil olur ki, insan az qalsın Ruslan Əhədova görə bütün dövlət məmurlarına nifrət etsin. Ona görə ki, o dəfələrlə vəzifə başında içkili olmağından asılı olmayaraq, rayonda xoşuna gələn, subay evli demədən xanımların arxasınıza düşərək onlara əxlaqsız təkliflər edir. Bu da azmış kimi vəzifəsindən suni istifadə edərək cinayətdə təqsirli sayılan şəxslərdən küllü miqdarda pul alaraq yol nəqliyyat hadisəsi kimi qeyd etməyi belə unutmayın. Bu haqsızlığı götürməyən rayon sakinləri, ümumilikdə 4 nəfərdən ibarət ayrı-ayrı şəxslər Bərdə rayon prokurorluğu qarşısında üzərlərinə benzin tökərək özlərini yandırmaq istədikdə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qarşısı alınıb. Yəqin ki, baş prokuror Kamran Əliyevin bundan xəbəri yoxdur. Biz inanırıq ki, qısa zamanda adiyyəti qurumlar bu haqda ölçü götürəcəklər. Biabırçılıq deyə Azərbaycanı fahişəxanaya çeviriblər. Milletin qəsdinə durub bu hakimiyyət, gözəl insanlar, ayılın. Gözəl xalqım, yatmayın, ayılın. Bu gündən bütün hamıya var. Bir gün İraq yaxşılarından, valla bir gün tanışlarınızın qızına da bax beləsində zorakılıqlar edəcəklər. Bax bu sözü mən deyirəm sizə. Birlik olmaq lazımdır, birlik yaratmaq lazımdır. Mən Məmməd Validə, Bərdə rayon sakini, Əliyev Nursəfa, Əlsəfa oğlu, o mənim 31 min manatımı dələduzluq yolu ilə alaraq məni aldadıb, əxlaqsız hərəkətlər edib. Mən dəfələrlə şikayət vermişəm, şikayətimə baxılmayıb. Baxılmır şikayətim. Mənim şikayətim Bərdə rayon prokurorluğu, Rəşad İskəndərov və Ruslan Əhədovdandır. Mən dəfələrlə Ruslan Əhədovun qəbulunda olmuşam. Mənə axırıncı dəfə qəbulda olarkən Ruslan Əhədov mənə nömrəmi istədi. Hətta mənə dedi ki, yoldaşım burada yoxdur, mənə yaşamağa təklif elədi. Mənə əxlaqsız hərəkətlər edərək əl-qol atdı. Hətta mənim əlimdə heç nə olmayaraq mən ona heç nə edə bilmədim. Əgər əlimdə sumkam olsaydı, mən onun başına vurmuşdum onu. O mənə əxlaqsız hərəkətlər elədi. Sonra mən onun təklifini rədd etdikdən sonra o mənə dedi ki, gözdə sənin işinə baxılacaq. Mən cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşam. Cənab nazirimiz mənim işimə baxılması üçün tapşırığını verib. Onun buna baxmayaraq mənim işimə baxılmır. Bərdə rayon prokurorluğu Ruslan Əhədov bu işin baxılmasına imkan vermir. Mən cənab prokuror... Demək, nazirin söz də keçmir. Ya nazir də bunların tərəfdədir. Başa düşdünüz? Yalandan insanlara ümid verir ki, hə, baxacaqlar. Yəni, baxmırlar.
Yəni mən yenə də deyirəm, bu hakimiyyət insanların qəsdinə durub. Yəni bizim, sizin hamımızın qəsdinə durub. Sizin, bizim problemimiz bunların vecinə deyil. Gözəl insanlar, ayılın. Azərbaycan Respublikasında özbaşınalıq hələ də davam eləyir. Bunu bütün dünyaya, Avropaya çatdırmaq lazımdır. Millətim, qalxın ayağa, haqqımızı tələb eləyən hamımız. Yəni bu nədir? Bu fahişəxanaya döndəriblər Azərbaycanı. Əliyevlər gəldi, hər yer zibil gününə qoydu. Yəni bu hasana kimi davam eləyəcək. Bilirsiniz hasana kimi? Əliyevlər bu hakimiyyətdə davam eləyənə qədər də beləsinə əxlaqsızlıqlar davam eləyəcək. Çünki İlham Əliyev və onun yoldaşı Mehriban Əliyeva Azərbaycanda olan fahişəliyi yığışdırmır, təbliğ edirlər və onlara üstünlük verirlər. İnsanlarla pis rəftar eləyən məmurlara qarşı cinayət işi açmırlar. Bunun da fəsadları bax budur. Bu gündən hamının ətrafında olan xanımlara beləsinə bu gün gözləyir.